Burada 6 pilləli ZF transmisiya dayanıb. Transmisiya başlığının üzərində V8 işarəsi burada qürurla dayanır. Transmisiya başlığını düymə vasitəsilə basmaqla keçirmək olur pillələr arasında. Stəkan altlıqları burada ənənəvi qaydada dayanır. Bu şəkildə açılıb bağlanırlar. DC altlıqları eyni ilə içərisi parçalıdır və hündürlüyə görə nizamlanırlar. Tağ DC altlığında xüsusi bir özəlliyi var. Baxın, burada avtomobilin mobil telefonu yerləşdirilib. Mobil telefonun idarə etməsi isə baxın, düymə vasitəsilə basırıq. O telefonu çox nəzif və zərif şəkildə sizə təqdim eləyir. Telefonu yandıran kimi bu şəkildə Phaeton və Volkswagen yazısı ortaya çıxır. Bu telefon daimi şarjda qalır, heç vaxt enerjisi bitmir, avtomobildən qidalanır və onun idarə etməsi necədir? Hətta xüsusilə burada kiçik bir Phaeton yazısı da var üzərində. Burada SIM kart qoşulmur bu telefona, Bluetooth vasitəsilə sizin telefona bağlanır və monitordan idarə olunur. Bunun da xüsusi bir qoşulma yolu var və bu şəkildə rahat yerləşdiririk, telefonu gizlədirik. DC altlıqları qaldıranda isə burada da əlavə bir yük ərazisi var. Onun da bu şəkildə belə taxtalı örtüyü var. İçərisi parçalıdır və burada da 12 voltluq elektrik yuvası var.